Salam, hər vaxtınız xeyirli olsun, dəyərli astronomiya həvəskarları və olimpiyadatçılar. Bugün sizinlə bir yerdə astronomiyanın fundamental mövzularına nəzər salacağımız bir video seriyasına başlayırıq. Bu video seriyası xüsusilə də Azərbaycan Astronomiya Olimpiyadasının növbəti mərhələlərinə hazırlaşan şagirdlərin hazırlıq prosesinə dəstək üçün nəzərdə tutulub. Xüsusilə olimpiyadaçılar üçün qeyd etmək istəyərdim ki, ya məsləhət görərdim ki, Azərbaycan Astronomiya Olimpiyadasının WhatsApp icmasına qoşulsunlar. Orada sizin hazırlıq prosesinizə dəstək verə biləcək müxtəlif mənbələr, nəzəriyyə kitabları, keçmiş suallar paylaşılacaq. Yəni hansı ki, hazırlıq prosesində istifadə edə bilərsiniz. Bu gün sizinlə bir yerdə sferik astronomiya mövzusuna toxunacağıq. Sferik trigonometriyanın nə olduğunu öyrənəcəyik. Daha sonra koordinat sistemlərinə baxacağıq və koordinat sistemlərində müəyyən qədər çevirmələri öyrənəcəyik və çalışacağam ki, mövzu üzərindən sonra sizinlə müəyyən qədər məsələlərdə işləyək ki, belə biliyinizi daha da möhkəmləndirsin. Ekranda külənin həcmi və sahəsi düsturunu görürsünüz. Əminəm ki, bir çoxunuz artıq bu düsturları bilir. Sadəcə məsləhət görərdim ki, bir növ praktika üçün bu düsturları həm də integral vasitəsilə deriv eləyəsiniz, çıxardırsınız. Deməli, sferik üçbucaq üzərində götürülmüş hər hansı üç nöqtənin birləşməsindən yaranır. Müstəvi üzərində yerləşən üçbucaqdan fərqli olaraq, bilirsiniz ki, müstəvi üzərində yerləşən üçbucağın hər hansı bir müstəvi üzərində yerləşən hər hansı üç nöqtənin bir düz xətt üzərində yerləşmir. Üç nöqtənin kəsişməsindən alınan üçbucağın daxili bucaqlar cəmi 180 dərəcəyə bərabərdir. Lakin sferik üçbucaqda bu belə deyil. Burada nümunə kimi şəkil verilib. Şəkildə də görə bilərsiniz. Müstəvidə yerləşən üçbucaq verilib. Gördüyünüz kimi 50, 40 və 90 dərəcə bucaqlar cəmi 180 dərəcəyə bərabərdir. Lakin sferik üçbucaqda bu belə deyil. Sferik üçbucaqda bu müəyyən qədər 180 dərəcədən çoxdur və həmin çox olan hissəyə burada gördüyünüz kimi sferik artıqlıq deyilir. Sferik artıqlıq olimpiyadada, xüsusilə də Azərbaycan Astronomiya Olimpiyadasında böyük ehtimalla ki, rast gəlməyəcəksiniz bu ifadəyə, amma müəyyən qədər sferik trigonometriya anlayışlarınızı inkişaf etdirmək üçün müəyyən qədər istərdim ki, baxaq buna da. Və onun altında da sferik üçbucaq düsturu verilib, YR kvadratı, hansı ki, burada Y bucağı sferik artıqlıqdır və radianla ifadə olunub. İstəyərdim bu düsturun da müəyyən qədər çıxarılışına nəzər yetirək. Burada gördüyünüz kimi sferik üçbucağı belə deyək, tərəflərini great circle-a, yəni böyük dairəyə tamamlayıb və belə deyək, bir növ sferanın müxtəlif hissələrə ayırmışıq. Məsələn, burada müəyyən qədər görürsünüz ki, A bucağının ayırdığı sahə qaralanıbdır. Gəlin ona biraz nəzər yetirək. Deməli, bu sahənin yəqin ki, aydındır ki, ifadəsi necə olacaqdır. 360 dərəcə A bölünsün 360 dərəcə vurulsun, belə deyək, sferanın sahəsi 4 pi r kvadratı. Yazdığım bu sahə şəkildə gördüyünüz qaralanmış sahədir. Deməli, əgər fikir versəz, burada bir üçbucaq və burada da başqa bir üçbucaq mövcuddur. Bu nədir? Bu bizim əsas üçbucağımızdır. Burada gördüyünüz üçbucaq və fikir versəz, bu tərəfləri uzatdıqda sferanın əks tərəfində başqa xəyali bir üçbucaq da yaranır. Və aydındır ki, bu üçbucaq bizim əsas üçbucağımızın bir növ əksidir və sahəsi bundan bərabərdir. Yəni, bu məlumat bizə lazım olacaq düsturun çıxarılışında. Deməli, bu ayırdığımız hissələrə, yəni ayrılan hissələrə bir-bir baxsaq, həm A bucağı üçün, həm B bucağı üçün, həm C bucağı üçün aydındır ki, yaranan sahə bu şəkildə, ifadəsi bu şəkildə olacaq. Bəs buradakı 4S üçbucaq nədir? Ona nəzər yetirək. Əgər məntiqlə baxsaz bu şəkilə, belə deyək, bir növ sferanı puzzle kimi yığmağa çalışsa, burada gördüyünüz hissələr bu üçbucaq, həm A üçbucağında buna baxırıq, həm B üçbucağında, yəni
Hər üç bucağın e, kəsdiyi sahəyə biz nəzər yetirəndə bunların hər birində sanki belə deyim, Venn diaqramı kimi təsəvvür edin. Necə ki, Venn diaqramında deyək ki, ABC hissələrinin ortaq nöqtəsi var və belə deyək, onların sayını tapanda ortadakı hissələri necə ki, həm də sonradan çıxırıq. Burada da bu üçbucaqların sahəsi deməli bizdə 1, 2, 3 dəfə hər birində belə deyək götürmüşük artıq. Və bizə bu belə deyək, sferanı sanki puzzle kimi yığırsınız və hər bir hissə sizə bir dəfə lazım. Yəni burada artıq bu üçbucaq iki dəfə artıq istifadə olunur bizdə və həmçinin onun xəyalı da. Yəni belə deyək, bizdə bu alınan bu sahə hansı ki bütün sferanın sahəsi, yəni 4 pi kvadratı üstünə gəlsin 4 s üçbucaq kimi ifadə olunacaq və bu da aydındır ki, düsturda bu müsbət işarəsi mənfi olmalıdır. Ona nəzərə almayın. Deməli, bu hissədə də üzr istəyirəm. Okey. Bu hissədə də 4 pi kvadratı çıxılsın 4s çıxacaq. Bərabərdir 4. Burada aydındır ki, sadə riyazi əməllərdən buradan çıxır ki, üçbucağın, yəni sferik üçbucağın sahəsi A plus B plus C, yəni daxili bucaqlarının cəmi çıxılsın pi vurulsun r kvadratına bərabərdir və hansı ki, bayaqki düsturdan da görə biləcəyimiz kimi bu hissə artıq tərifin əsasən sferik artıqlıqdır və yerinə yeni qoyub bu formada sferik üçbucağın sahə düsturunu yaza bilərik. Deməli, sinuslar teoremi və kosinuslar teoremi bu mövzu sizə əsasən sferik trigonometriya dedikdə bunlar yada düşür. Çünki Azərbaycan astronomiya ümumiyyətlə astronomiya olimpiadalarında da əsasən bütün demək olar ki, bütün məsələləri bu iki düsturun əsasında bu iki düsturun vasitəsilə həll edəcəksiniz. Sinuslar teoremi elə müstəvi üçbucaqda olduğu kimidir. Yəni sferik üçbucaqda fərqlənmir. Sinusların nisbəti sadəcə sabit qalır. Kosinuslar teoreminə nəzər yetirsək, kosinuslar teoremi müəyyən qədər fərqlidir. Tövsiyə edirdim ki, bu düsturu əzbərləyəsiniz. Çünki ola bilsin ki, sizə belə deyək, kitabçanın əvvəlində verilsin, amma deməniz daha yaxşı olar ki, məsələ həllində kosinuslar teoremi çox lazım olur. Əsasən sferik trigonometriya məsələlərində. Gəldik koordinat sistemlərinə. Astronomiyada aşağıda bu gördüyünüz əsas 4 koordinat sistemindən istifadə olunur. Sizə əsasən məsələlərdə qalaktik koordinat sistemi yəqin ki istifadə olmayacaq, düşməyəcək. Ona görə bu hissəni ulduzlamışam. Qalan amma 3 ekliptik, ekvatorial və üfüqi koordinat sistemləri nədir və belə deyək, elementləri nədir? İstəyərdim onlara nəzər yetirək. İlk olaraq başlayaq üfüqi koordinat sistemindən. Üfüqi koordinat sistemi müşahidəçinin üfüqünə əsaslanan koordinat sistemidir və elementləri əsasən azimut və hündürlükdür, hansı ki burada qeyd etmişəm. Bir də zenit görə bilərsiniz, zenit bucağı. Bunlar əsasən fərqi nədir? Hündürlük gördüyünüz kimi burada üfüqdən ölçülür. Zenit bucağı isə yəni zenitdən ölçülür. Yəni belə deyək, bu ikisi üçün bu ifadəni yaza bilərik. Azimuta gəldikdə azimut üfüq boyunca ölçülür. Bəzən məsələlərdə verilməyə bilər, amma bir çox belə deyək, sistemlərdə hesab olunur ki, azimut şimaldan ölçülür, saat əqrəb istiqamətində, amma müəyyən qədər bəzi məsələlərdə sizə şərtdə də verilə bilər ki, belə deyək, azimutun cənub nöqtəsindən hesablandığını götürə bilərsiniz. Ona görə də tövsiyə edirdim ki, şərtdə ilk olaraq məsələ həllinə başlamazdan əvvəl şərtə diqqət yetirəsiniz. Qısaca üfüqi koordinat sistemində ulduzun koordinatları bu şəkildə qeyd olunur. Ulduzun üfüqdə olan hündürlüyü, bucaqlar əlbəttə ki və şimal nöqtəsindən və yaxud da cənubdan hesablanan
azimut. Növbəti olaraq ekvatorial koordinat sistemi. Ekvatorial koordinat sistemi adından da bəlli olduğu kimi e, ekvatora əsaslanan koordinat sistemidir və burada da belə deyək, ekvatorial koordinat sistemində də iki elementli mövcuddur. Hansı ki, düz doğuş və meyl bucağı. Düz doğuş nədir? Düz doğuş ingilis dilindən right extension məsələlərdə əsasən ERA kimi qısa formada yazılacaq. Yay, daha doğrusu yaz gün bərabərliyi nöqtəsindən hesablanır, hansı ki 21 mart tarixinə təsadüf edir. Belə deyək, 21 martda gün bərabərliyi dönümündə Günəşin ekvator xəttini kəsdiyi nöqtə yaz bərabərliyi nöqtəsi alınır və yaz bərabərliyi nöqtəsindən saat əqrəbinin əksi istiqamətinə ölçülür. Bununla diqqət yetirmək lazımdır və bir də meyl bucağı. Meyl bucağı da aydındır ki, ekvatorun 0 dərəcə paraleldən hesablanır və ulduzun qısaca koordinatları meyl bucağı və right ascension düz doğuş vasitəsilə qeyd olunur. Burada da üfüqi koordinat sisteminə oxşarlığı görə bilərsiniz. Yəni burada zenit əvəzinə şimal qütbüdür və bu hissələrdə hündürlük əvəzinə declination, yəni meyillilik və azimut əvəzinə isə right ascension, yəni düz doğuş bucağı qeyd olunur. Gəldi indi isə ekliptik koordinat sisteminə. Ekliptik koordinat sistemi belə deyək, necə ki biz üfüqi koordinat sistemində belə deyək, müstəvimizi müşahidəsinin üfüqü götürürdük və yaxud da ekvatorial koordinat sistemində yerin ekvatorunu. Burada isə Günəşin illik hərəkətinə əsaslanır bizim belə deyək müstəvimiz və əgər diqqət etirsəz görərsiniz ki, burada ekliptik və ekvatorial koordinat sistemin kəsişməsi qeyd olunub, hansı ki yaz və payız gün bərabərliyi nöqtəsində kəsişir və ekliptik koordinat sistemində gördüyünüz kimi iki element mövcuddur, uzunluğu və enliyi, hansı ki ingilis dilində latitude və longitude kimi qeyd olunur və qısaca ulduzun koordinatları, onun uzunluğu, ekliptik uzunluğu və enliyi kimi qeyd olunur. Və son olaraq qalaktik koordinat sistemi. Qalaktik koordinat sistemi dediyim kimi böyük ehtimalla siz Azərbaycan Astronomiya Olimpiyadasında belə deyək, bu koordinat sisteminə istifadə olunan məsələlərə rast gəlməyəcəksiniz. Amma ki, əgər uğurlu iştirak edib seçməyə düşə bilsəz, Beynəlxalq Astronomiya Olimpiyadasında bu koordinat sistemindən rastlaşa bilərsiniz. Deməli, bu koordinat sistemində yenə iki elementi mövcuddur. Qalaktik uzunluğu və qalaktik enliyi. Qalaktik uzunluq qalaktikanın mərkəzindən, belə deyək, koordinat sistemi öz başlanğıcını Günəşdə götürür və qalaktik uzunluq qalaktikanın mərkəzindən saat əqrəbinin əksi istiqamətində hesablanır və ona perpendikulyar belə deyək, müstəvidə qalaktik enlik mövcuddur, hansı ki, belə deyək, qalaktikanın diskindən şimal qütbü, yəni şimal qütbü oxu istiqamətində, hansı ki, belə deyək, yer kürəsində müşahidə etsiniz, bu hissə şimal, bu hissə isə cənub tərəfə təsadüf edir və qalaktik enlik hansı ki, şimal qütbü oxu istiqamətində ölçülür. İndi isə gəlin koordinat çevirmələrinə nəzər yetirək. Koordinat çevirmələri yəqin ki, olimpiada məsələlərində çox rastlaşacaqsınız. Sferik astronomiyaya aid məsələlərdə. Dediyim kimi, koordinat çevirmələrində bayaq çalışdığımız iki düsturdan əsasən sinuslar teoremi və kosinuslar teoremindən istifadə edəcəyik. Bu nümunədə gördüyünüz kimi ekvatorial və ekliptik koordinat sistemi arasında çevirmələr təsvir olunub. Diqqət etirsəz bu hissədə gördüyünüz kimi bu üç bucağa səhv eləmirəmsə deməli K, P, X üç bucağına əsaslanır bu tənlik. Gördüyünüz kimi burada əgər düsturu yadımıza salsaq kosinuslar terimindən istifadə eləsək, gördüyünüz kimi buradakı təsvir olunan üç bucaq kimi
Kosinus teoremini burada qeyd etmişəm. Hansı ki bu üçbucağa baxıb hansı bucaqların, yəni AB, kiçik ABC və e, lazımi bucaqları təyin edə bilərsiniz. Gördüyünüz bu düsturda qeyd olunduğu kimi. Daha sonra lazımi çevirmələr və sadələşdirmələr nəticəsində e, müəyyən asılıqları belə deyək, əldə edə bilərsiniz. Eyni çevirmələrin başqa koordinat sistemləri arasında da, məsələn, üfüqi ekvatorial koordinat sistemləri arasında da eləyə bilərsiniz. Yenə deyirəm, sadəcə sinuslar və kosinuslar teoreminin tətbiqi ilə icra olunur sadə qaydada. Deməli, daha başqa bir lazımlı termin saat buzağıdır. Saat buzağı müşahidəçinin belə lokal meridianı və ulduz arasındakı buzaqdır. Şəkildən də görə bilərsiniz. Hansı ki, lokal meridian şimal nöqtəsindən cənuba çəkilən bu xəttir və müşahidəçinin üfüqünün üzərində. Gördüyünüz kimi, burada saat buzağı qeyd olunub. Ulduzla həmin bu meridian arasındakı buzaqdır. Və bu gördüyünüz düstur əsasən böyük ehtimalla ki, məsələlərin şərtində təqdim olunacaq. Bu ulduzun hər hansı bir obyektin batan andakı saat buzağının düsturudur və burada batan andakı saat buzağını belə deyək, bir məlumat kimi də deyim ki, əgər aydın məsələdir ki, 2-yə vursanız həmin obyektin belə deyək, gün ərzində neçə saat üfüqün üzərində olduğunu təyin edə bilərsiniz. İstəyərdim bu düsturun belə deyək, daha geniş formasına nəzər yetirək. Burada gördüyünüz kimi düsturun daha geniş forması təsvir olunub. Aydındır ki, burada obyekt və ya ulduz batan anda üfüqdə olan hündürlüyü sıfırdır və ifadənin bu hissəsi sıfıra bərabər olur. Ona görə də məhz obyekt batan andakı saat bucağı bu düsturla təyin olunur. Bu düsturun istəyərdim çıxarılışına nəzər yetirək. Deməli, burada qaralmış üçbucağa diqqət yetirsək, tərəflərinə baxsaq, aydındır ki, bu deməli üçbucağın tərəfləri bu nöqtə zenit nöqtəsi, bu göründüyü kimi ulduz bu nöqtədə enliyin ölçülməsinə buna əsaslanaraq deyə bilərik ki, bu nöqtədə deməli şimal qütbüdür. Bucaqlara nəzər yetirsək, deməli zenitlə şimal qütbü arasındakı bucaq 90-2 kimi ifadə olunur. Digər bucaqlara nəzər yetirsək, gördüyünüz bu hissədə burada A kimi qeyd olunub. Aydındır ki, saat bucağının H-ını qeyd etdikləri üçün, amma mən burada H kimi qeyd eləmişəm. Zenit və ulduz arasındakı bucağı və bunu həmçinin Z kimi, yəni zenit bucağı kimi də qeyd etmək olar. Bu hissədə də eyni ilə belə deyək, 90 delta şəklində ifadə olunub. Və əsas gördüyünüz bu zenitin belə deyək, daxilindəki buzaq 180 çıxılsın A kimi ifadə olunub və burada istəyərəm diqqətinizə çatdırım ki, burada azimut cənub nöqtəsindən hesablanır, gördüyünüz kimi. Yəni, buna da diqqət yetirmək lazımdır. Azimutun hesablandığı nöqtəyə görə bu buzağın ifadəsi də dəyişə bilər, amma burada şəkildə gördüyünüz kimi cənub nöqtəsindən hesablanıb. Və bir də bizə lazım olan buzaq, saat buzağı burada ifadə olunub. Kosinuslar teoremini bu üçbucağa tətbiq eləsək, deməli, kosinuslar teoremini bu üçbucağa tətbiq eləsək, gördüyünüz kimi aşağıdakı ifadə alınacaq. Bizə buradan sadəcə kosinus aşağının ifadəsini çıxartmaq qalır. İfadəni biraz da sadələşdirsək, sadələşdirmə aparsaq, gördüyünüz kimi burada bu hissə mənfi tangens f, tangens alfa, bu hissədə elə özü kimi var. Gördüyünüz kimi, yəni buradakı düsturu almış oluruq. Kosinus aşağı bərabərdir mənfi tangens f, tangens declination. Üstə gəlsin bu ifadə. Burada da əlbəttə bildiyimiz kimi fi enlik, declination ekvatorial belə deyək, hündürlük, h üfüqdə olan hündürlükdür həmin obyektimizin, yəni ulduzun. Bir də əlavə olaraq batman haqqında danışmaq istəyirəm. Düzdür, bu nəzəriyyədə sizin
qarşınıza, yəni rastınıza gəlməyəcək. Sadəcə bunun əlavə məlumat kimi qeyd etmək istəyirəm. Burada gördüyünüz çəkdiyim bu xətt ulduzun hərəkət trayektoriyasıdır, yəni gün ərzində və bu üfüqi koordinat sistemi üzərində. Düzdür, burada bir çox bucaqları qeyd eləməmişəm. Bu sizin üzərinizə düşür. Lakin burada gördüyünüz, qeyd etdiyim üç nöqtədən istifadə edib, yəni bu üç bucaqdan, bu sferik üç bucaqdan istifadə edib sinuslar, kosinuslar teoremini tətbiq edib batma buzağında ifadəsini belə deyək, özünüz praktika kimi çıxara bilərsiniz. Deməli, nümunə üçün sferik trigonometriya aid istəyirəm bir dənə son olaraq məsələyə baxaq. Deməli, məsələnin şərtində deyilir ki, məhkə şərinin koordinatları bu şəkildədir. Enlik və uzunluq, bu fi və latitud və burada da enlik ilə Londonun koordinatları verilib. Bizdən soruşulur ki, Londonda yaşayan bir müsəlman ibadət zamanı hansı istiqamətə yönəlməlidir? İlk öncə burada sferanı, yəni şəklimizi qeyd edək. Deməli, şəklə diqqət yetirsək, burada gördüyünüz kimi London, Məkkə və əsasən şimal qütbü qeyd olunub. Biz bu üç nöqtəyə əsaslanıb üç buzağımızı quracağıq. Buradan gördüyünüz kimi şimal qütbü və Məkkə arasında olan hissə 90-0 kimi qeyd olunub. Hansı ki, Məkkənin yerləşdiyi belə deyək, enlik 90 Məkkənin yerləşdiyi enlik və bu hissədə də enliklə 90 Londonun yerləşdiyi enlik. Bu hissədə belə deyək, bu hissədə azimut kimi qeyd olunub. Hansı ki, biz burada şimaldan hesablayırıq. Və burada da aydındır ki, longitudların, yəni uzunluqların fərqi olmalıdır. Hansı ki, delta lambda lambda 1 çıxılsın, lambda 2 kimi qeyd edə bilərik. Və hansı ki, buradan verilənlərə əsasən gördüyünüz kimi Məkkə 40 dərəcə şərqdə yerləşir və London tam olaraq 0 dərəcə meridianında yerləşir. Yəni bu hissə demək olar ki, 40 dərəcəyə bərabər olacaq. Deməli, kosinuslar qanunu tətbiq eləsək, elm hissəsi üçün, gəlin bura bir teta buzağı deyək. Bu tetanın tapılması üçün kosinuslar teoremini tətbiq eləsək, bu ifadəni, gördüyünüz bu ifadəni alacağıq və bunu biraz da sadələşdirəcək. Deməli, sadələşdirdikdən sonra da gördüyünüz bu düsturu alırıq. Deməli, buradan tetanı hesablayıb tapa bilərik ədədləri yerinə qoyaraq və daha sonra bu üç buzağa gördüyünüz kimi azimut, fi 1 və bizə delta lambda məlumdur. Bunlardan istifadə edərək biz sinuslar teoremini tətbiq edə bilərik. Hansı ki, daha doğrusu üzr istəyirəm, burada A məlum deyil, sadəcə teta məlumdur. Bunlardan istifadə edərək sinuslar teoremini yazıb biz buradan sinus A-nın, yəni azimutun düsturunu çıxara bilərik və bizdə məsələdə də bunu istəyirdi. Belə bu qədər. Ümidvaram bugünkü mövzumuzdan nəsə öyrənə bildiniz və sizə növbəti olimpiada növbəti mərhələsində uğurlar arzulayıram.